Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 7-ci coğrafya dərsliyinə bölmə 6.1 əhali artımı və yaşayış məntəqələri mövzusunun izahına baxacağıq. Gəlin vaxt itirmədən dərsə baxaq. BMT-nin Əhali Fondu 2023-cü ilin hesabatında bəşəriyyətin qarşısında duran bir çox problemlərin səbəbi dünya əhalisinin artımıdır. Bəzi mənbələrdə təbii sərvətlərin tükənməsi, müharibələrin baş verməsi, əhalinin sayının çoxalmasını izah edir. Digərləri hesab edir ki, doğulanların azalması planetimizdə insansız qoya bilər. Eyni zamanda iqlim dəyişmələri, iqtisadi çətinliklər, hərbi münaqişələr və COVID-19 kimi pandemiyalar bəşəriyyətin gələcəyi üçün narahatlıqlar doğurur. Bir çox Amerikalı və Avropalı alimlər hesab edirlər ki, yaxın 10 illiklərdə dünya əhalisi azalmağa başlayacaq. Gəlin mətni daha yaxın təhlil edək. Baxın, BMT-nin açılışı da deməkdir. BMT-nin açılışı Birləşmiş Millətlər Təşkilatı deməkdir və Əhali Fondunun hesabatına görə bəşəriyyətə qarşıdan duran bir çox problemlər var. Bunun birinci səbəbi əhalinin artımıdır. Əhalinin artımı hansı problemləri yarada bilər? Baxın, qeyd edirik burada təbii sərvətlərin tükənməsi, daha sonra müharibələrin baş verməsi, sonra əhalinin sayının azalması, yəni müharibə oldusa, insan kapitalının azalmasına gətirib çıxarda bilər. Digərləri hesab edirlər ki, doğulanların azalması planetimizi insansız qoya bilər. Yəni dedik ki, neçə cür problem oldu? Bir, əhalinin yüksək artımı, digəri isə dünyanın digər bölgələrində isə əhalinin azalmasıdır. Əhalinin azalması problem, yəni insansız qoya bilər. Eyni zamanda insanların azalmasına iqlim dəyişiklikləri, iqtisadi çətinliklər, hərbi münaqişələr və COVID-19 kimi pandemiyalarda bəşəriyyətin gələcəyi üçün narahatlıqlar doğururlar. Deyək ki, əhalinin azalmasına nələr təsir edə bilər? İqlim dəyişiklikləri, iqtisadi çətinliklər, hərbi münaqişələr və COVID-19 kimi pandemiyalar bəşəriyyətin gələcəyi üçün narahatlıqlar doğura bilər. Bir çox Amerikalı və Avropalı alimlər hesab edir ki, yaxın 10 illiklərdə dünya əhalisinin azalmağa başlayacaq. Daha sonra 1960-1970-ci illərdə Çində əhali sürət artımı bir sıra problemlərin meydana gəlməsinə səbəb oldu. Nəticədə BMT-nin dəstəyi ilə dedik ki, BMT-nin açılışı nə oldu? Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qanunlar qəbul etdi. Baxın, bu qanunları əzbər öyrənin. Hər ailədə yalnız bir uşaq ola bilər, yalnız hər ailədə bir uşaq, yəni bu Çinə aiddir. Yaşı 24-dən az və təhsili yekunlaşmayan insanlar ailə həyatı qura bilməz. Tək uşaqlı ailələr dövlət tərəfindən diqqət artırılır. Çox uşaqlı ailələr isə dövlət dəstəyə məhrum edilir. Yəni tək uşaqlı ailələrə diqqət artırılır. Çox uşaqlı ailələr isə dəstəyə məhrum edilir. Daha sonra 2000-ci ildən etibarən bu tədbirlər öz nəticəsini görməyə başladı. Tədbirlər nəticəsini nə vaxt başladı? 1960-1970-ci illərdə başladı. Nəticəsini 30-40 il sonra göstərməyə başladı. Daha sonra gəlin fəaliyyət suallarına baxaq. Deyir ki, A şəklinə əsasən sualları cavablandırın. A şəkli haqqında fikirlərinizi söyləyin. Baxın, A-da görürük ki, insanlar planetimizdən daha ağır olmağa başlayır. Bunun da səbəbi nə ola bilər? Yəni, insanlar çoxaldıqca, mətndə də verildiyi kimi, təbii sərvətlərin tükənməsi, hərbi münaqişələr, iqlim dəyişiklikləri, pandemiyalar və digər və sair problemlər özündə gətirə bilər. Yəni, bu kimi problemlər özünü göstərir. Sonra baxaq, B-yə baxaq, deyir, əhalinin sürətlə artımı nə üçün BMT-ni narahat edir? Əhalinin sürətlə artımı, yəni qeyd etdiyimiz kimi, adı olduğu kimidir. Təbii sərvətlərin tükənməsi, hərbi münaqişələrin baş verməsi, daha sonra iqlim dəyişiklikləri, pandemiyalar yaranmasına gətirib çıxarda bilər. Sonra baxaq, ikinci suala baxaq. Nə üçün Çin dövləti əhalinin sürətlə artması ilə bağlı yeni qərarlar qəbul etməli oldu? Baxın, fikir verirsə bu qrafikan görürsünüz. Yəni əhali 2000-ci ildən sonra azalmağa başlayıb, yəni nisbətən stabilləşməyə başlayıb. Bu da BMT-nin qəbul etdiyi qərarlar əsasında idi. Baxaq, yəni hansı qərarlar qəbul etmişdi? Hər ailədə yalnız bir uşaq ola bilər. 24 yaşdan az insanlar ailə həyatı qura bilməz. Azərbaycanda bu yaş 18-dir. Dünyanın əksər ölkələrində bu yaş 18-dir. Sonra təhsili yekunlaşmamış şəxslər ailə həyatı qura bilməz. Tək uşaqlı ailələrə diqqət ayrılır, çox uşaqlı ailələrə diqqət az ayrılır. Və bu nəticəsində də 2000-ci ildən sonra isə öz bəhrəsini verməyə başlamışdı.
Sonra baxaq deyir ki, 3 sabah içində tətbiq edilən qanunlar hər bir əhalinin artımına necə təsir edə bilərdi. İçində dedik ki, bu qanunlar nəticəsində 2000-ci ildən sonra baxıb fikir verirsinizsə, 2000-ci ildə 76%, sonra 2001-ci ildə, yəni 176%, 2001-ci ildə 0,7%, 2022-ci il 65%, sonra 0,65, sonra 2003-cü ildə 0,6 və görürsünüz getdikcə düşməyə başlayır və ta ki fikir verirsinizsə 2022-ci ildə 0,6%-ə qədər düşmüşdü. Yəqin ki, riyaziyyatı bilirsiniz, rəqəmləri onluq kəsirdə getdikcə azalmağa başlayır. Yəni baxın görürsünüz ki, nə oldu? 2020-ci ildə sürətlə azalmağa başladı. Daha sonra baxaq, deyir ki, 4-ə baxaq, deyir ki, B qrafikinə əsasən suallar cavablandırın. 2000-ci il, 2010-cu ildə Çin əhalisinin artımı necə dəyişdi? 2010-cu ildə fikir verirsə 0,74 idi və 2000-ci ildən 2010-cu ilə qədər soruşur bizdə. Fikir verirsə qalxıb enmələr var. Yəni fikir verirsə 2000-2001-ci il arasında hala artımı azalıbsa, yəni fikir verirsə diqqətlə baxsaq görürük ki, nə olur burada? Aha. 2010-cu ilə qədər əhali artımı azalmağa başlayırsa, 2010-dan sonra isə əhali artımı nisbətən artmağa başlayır. Fikir verirsə 0,61, 0,74 və sonra azalmağa başlayır və ondan sonra isə 2010-cu ildən sonra isə nə olur? Azalmağa doğru gedir. 2010-cu ilə qədər 2000-ci il, 2010-cu ilə qədər əhali azalmağa başlayır stabil olaraq. Lakin 2010-cu ildən baxaq görək 2017-ci ilə qədər, 2016-cı ilə qədər əhali artıb azalır, yəni müəyyən tendensiyalar müşahidə olunur. Lakin 2017-ci ildən başlayaraq 2022-ci ilə qədər əhali azalmağa başlayır. Sonra baxaq 2018-ci ildə əhalinin artımında hansı dəyişikliklər baş verdi? 2018-ci ildə sonra əhalinin sayı kəskin sürətlə azalmağa başladı. Yəni bu da qrafikə izahını vermişdi. Qrafikdə aşırı dəyişikliklər baş vermə səbəbi nə idi? Səbəbi də BMT-nin qəbul etdiyi qanunlar idi. Hər ailədə yalnız bir uşaq ola bilər. Sonra çoxuşaqlı ailələr məhrum edilirdi. Az uşaqlı ailələr dövlət dəstəyi alırdı. Yəni bu uşaqlı ailələr yaşı 24-dən az insanlar evlənə bilməz. Təhsil yekunlaşmayan insanlar evlənə bilməz. Bu kimi qanunlar qəbul edilmişdir. Daha sonra davam eləyək. 2022-ci ildə Çin dünya ən çox əhalisi olan ölkə idi. 2023-cü ildə yanvarından Çin dövləti son 60 ildə ölkədə ilk dəfə əhalinin azalması elan etdi. Belə ki, ötən il əhalinin sayı 850 min nəfər azalaraq 1 milyard 412 milyon nəfərə gəlib çatdı. Yəni oxumağı da yəqin ki, bilirsiniz uşaqlar. Baxın 1 milyard, yəni vergüldən bu tərəfdəki 1 milyard, ondan o tərəfdəki isə 412 milyon nəfər oldu. Əhalinin sayına görə indiyə qədər ikinci olan Hindistan Çini keçərək 1 milyard 423 milyon nəfər əhali oldu və dünyada birinci oldu. Çin əhalisi dedi ki 1,4 milyard, yəni 1,4 milyard və ya da başqa da desək 1 milyard 412 milyon nəfər idisə, indi hal-hazırda Hindistan əhalisi nə qədərdir? 1 milyard 423 milyard nəfərdir. Yəni görürük ki, arada 11 milyon nəfər əhali fərqi var. Yəni Çinin əhalisinin ildə 850 min nəfər azaldığını nəzərə alsaq, Hindistan əhalisi artıq nəzərə alsaq, bu rəqəm gələcəkdə böyüyə bilər. Çində əhali qeyri-bərabər yerləşmişdir. Yəni burada da C şəklində də əhalinin sayı göstərir. Məsələn, Çin fikir verirsinizsə, neçənci illərdə bunlar qeyd eləməyiblər. 2000-ci ildə Çin daha yüksəkdir, 2005-ci ildə yenə Çin yüksəkdir. Artıq fikir verirsinizsə, 2010-cu ildən Hindistan qalxışa keçərək Çində əhalinin sayı, yəni rəqabətə girəcək səviyyəyə qədər gəlib çatır. Sonra baxaq, Çində əhali qeyri-bərabər yerləşmişdir. Ölkənin şərq hissəsində qədim məskunlaşma regionlarından biri olmuşdur. Ona görə də həm kəndlərdə, həm də ölkənin böyük şəhərləri ölkənin şərqində yerləşmişdir. Qərb hissəsi
dağlıq və necə deyirlər, dağlıq və səhralarla əhatə olunduğu üçün insan yaşayışının nisbətən əlverişsizdir. Şərq hissəsi geniş düzənliklər, çaylar mövcud olduğu üçün burada və dəniz sahili mövqe olduğu üçün əhali burada daha çox yerləşmişdir. Yəni siz də yəqin ki, əvvəlki dərslərdən bilirsiniz. Yəni Çinin qərbində Himalay dağları, Tibet yaylası, sonra Tar səhrası, Gobi səhrası kimi böyük coğrafi obyektlər yerləşir. Şərqində isə daha ümumi torpaqlar, böyük Çin düzənliyi, Xuanxi, Yansız çayları, Sarı, Şərqi Çin dənizi və Sakit Okean sularla əhatə olunmuşdur. Bu nəticəsində əhali burada daha çox məskunlaşmışdır. Sonra Çin həm əhalinin ümumi sayına, həm də şəhər və kəndlərin sayına görə dünyada seçilir. Ölkə əhalisinin 64% şəhərlərdə, qalan hissəsi kəndlərdə yaşayır. Yəni 100-dan 64 çıxanda eləyinə qədər 36% isə harda yaşayır? Kəndlərdə yaşayır. Yəni Çin dedik ki, həm dünyada şəhərləri və kəndlərin sayına görə fərqlənir. Yəni əhalinin 64% şəhərlərdə yaşayır, 36% kəndlərdə yaşayır. Çinin ən böyük şəhəri Şanxaydır. Dünyanın ən hündür göylərdən biri olan Şanxay qülləsi də burada yerləşir. Şanxayda təqribən 30 milyon nəfərə yaxın əhali yerləşir. Bu ölkədə kəndlərin də sayı çoxdur. Ölkədə 700 mindən çox kənd mövcuddur. Və demək olar ki, bütün kəndlərdə çəltik tarlaları becərilir. Dərsimiz bura qədər. İndi isə gəlib fəaliyyət suallarına baxaq. 5-ə baxaq. Deyir ki, C diaqramına əsasən Çin-Hindistan əhalinin artımını müqayisə edin. Fikir verirsə, baxın, arada 2000-ci ildə 200 milyon nəfər fərq var. Yəni Çində təqribən 200 milyon nəfər fərq var. Yəni Hindistan 200 milyon, Çin 200 milyon öndədir. Sonra isə fikir verirsə yenə 200 milyona yaxın fərq var. Amma fikir verirsə 5 il ərzində Hindistan 100 milyon nəfərə yaxın əhali artımı müşahidə olunub. Siz evdə öz kalkulyatorla bunları daha dəqiq hesablayarsınız. Sonra digər hesabatlara baxaq. Məsələn 2025-ci ildə artıq nə olur? Hindistan Çini keçməyə başlayır. 2000-ci ildə görürük ki, artıq aralarında ciddi bir fərq yoxdur. Yəni Çinin əhalisi 1 milyard 408 milyon nəfər idisə, Hindistan əhalisi 1 milyard nə qədərdir bu? 1 milyard 387 milyon nəfərdir. Demişdik ki, Çin əhalisi ildə 5 ildə 20-30 milyon nəfər artırdısa, yəni siz burada rəqəmlər çıxaraq hesablaya bilərsiniz. Mən də vaxt yetməsini hesablamıram. Hindistanın isə təqribən 5 ilə 100 milyon nəfərə yaxın insan artır. Bu da illərə bölünüşdə, yəni arada fərq göstərir. Daha sonra Hindistan əhali artımı Çindən daha sürətli olmasını necə izah etmək olar? Əhalinin artımı ənənələrlə, sonra iqtisadi ənənələrlə, iqtisadi geriliklə, yəni bəzi bölgələrdə iqtisadi geriliklərin olması, sonra iqtisadi geriliklərin olması, daha sonra dini faktorlar və digər unsurların olması əhalinin sürətli artımına təsir göstərir. Çində isə bu əksinədir. Çində sərt qanunlar qəbul olundu. Bu nəticəsində Hindistan əhalisi artmağa, Çin əhalisi azalmağa başladı. Dünyanın fiziki xəritəsini istifadə edərək Çində əhalinin yerləşməsi və onun relyefi arasında əlaqəni izah elədiyi biyaqları dedik, şərqi daha münbitdir və qərbi isə nisbətən insan yaşayışının əlverişsizdir. Coğrafi obyektlərin də adını qeyd elədim. Siz əvvəlki dərslərdən dünyanın fiziki xəritəsi ilə artıq tanışsınız. Yəni burada siz bilirsiniz ki, şərqində hansı coğrafi obyektlər, qərbində hansı coğrafi obyektlər yerləşir. Sonra Çin dövləti ölkənin qərbində hər ailədə 2 uşaq olmasına icazə verdi. Sizə bu səbəbi nə idi? Fikir verirsə, qərbində əhalinin cəmi 6% yaşayır və burada əhali çox azdır. Burada iqtisadi canlanmanı artırmaq məqsədi ilə nə etmək istəyirlər? Hər ailəyə 2 uşaq, şərqində isə hər ailəyə 1 uşaq qanunu qəbul edirlər. Yer şəklindəki şəhəri yerini D xəritəsindən müəyyən edin. Yer şəklindəki şəhər Şanxay şəhəridir. Baxın, bu harda olacaq? Təqribən ölkənin şərqində olacaq. Baxın, bu hissədə yerləşəcək təqribən. Sonra ev şəklindəki
şəkilə əsasən, çünki kəndə yaşayış məntəqəsi haqqında hansı fikirlər söyləyə bilərsiniz? İnsanlar çərti əkirlər, evlər isə kiçikdir. Yəni kiçik evlərdə yaşayırlar, lakin əhali əsasən çəltiklə məşğul olur. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək hələlik.